Mən Eşat Məmmədov və Vidadi bəy İskəndərli hüquq müdafiəçisi söz verdiyimiz kimi gəlmişik Aşbahan binasının qarşısındayıq və burada İlham Əliyevin millət vəkillərini qarşılayacağıq. İndi görək İlham Əliyevin millət vəkilləri, Səmədi, digərləri bizim qarşımıza çıxacaq yoxsa yox. Hal-hazırda hazırlıq işləri gedir və Vidadi bəy də yaxınlaşır hal-hazırda yanımıza. Baxın, Strasburqda İlham Əliyevin millət vəkillərini qarşılamağa gəlmişik. Hə? Belə qəşəng görsənir Vidadi bəy. Belə əladır. Efiri bəyənin və paylaşın. Buradan da görsənir, təmiz görsənir. Vidadi bəy, canlı yayındayım. Salam, hər vaxtınız xeyir olsun. Əziz qardaşlarımız, 2 saatdır yol gəldik, probka oldu, biraz da gecikdik. Saat 5'də yuxudan durmuşuq. Və İlham Əliyevi gətirmişik. Bəli. İndi millət vəkilləri gələcək yəqin ki və Avropa parlamentinə gələn millət vəkillərinə İlham Əliyevin necə biqiniyyət olduğunu deyəcək. Qəhbə Səməd, sərəçı! Səmədin dalıyla gəlmişik. Hansı ki Avropa parlamentindən millət vəkillərinə xahişə daşıyan Səmədin dalıyla gəlmişik. Buradan onlara səslənirəm və sizlərə səslənirəm ki, biz Avropa Şurası'nda İlham Əliyev diktator! Prezident Əliyev diktator, korrupsiyoner! Gəl canaza götürdün, canaza bilə bax, belə qırara. Əşək! Qəhbə Səməd, sərəçi! İlham Əliyev, sən olmayaşsan! Halkın adından danışan Petukla, siz millət vəkilləri döyürsünüz biləsi, İlhamın vəkillərisi. Səməd Seyidov oğraş, daldan girmə! Qəhbə Səməd, sərəçi! Oğraş İlham, eşini səmaya oğraş! Zəmbə, bunu qoya bura belə, asaq bura belə. Orada məndə nakleykalar var. İndi məndə nakleykalar var. Familiya der diktatorun paylayacaq gələn bütün parlamentə, millət vəkilləri. Əziz qardaş və başlarımız, biz bir neçə günə deyildik. Artıq parlamentin demək üzvləri gəlirlər yavaş-yavaş və buradan işdirlər. Və biz burada Eşat Məmmədova aks edirik. Aksiyanın məqsədi bütün dünyanı cəlb etməkdir ki, İlham Əliyev oğraşdır, gözü ilə görən oğraşdır. İlham Əliyev pır saxlayandır, yəni pozğun saxlayandır, pozğun dədəsidir, ümummilli lezbiyanın oğludur və s. İlham Əliyev diktator! Görürsünüz, parlament binasına gələnlər var və bura Mehriban Əliyevanı gətirmişik. Bu günləri Azərbaycanı Paşa-Paycana çevirdən məhz bu şərəfsiz Mehriban Əliyevadır. Baxın, 7 arvada olan Fuad Ələsgərov, bütün cındırlar buradadır, Killer vilayət. Kamran Əliyev əl-meymunu. Qəhbə Səməd, sərəçi! Oğraş İlham! İlham oğraşdır! İlham oğraşdır! Diktator, korrupsiyoner prezident Azərbaycana! Əzizlərim, yolda probka oldu. Biz aks
aksiyamıza başlamışıq və aksiyamız bizim bugün günortaya kimi. Bu xanım da parlamentin üzvüdür, görə bilərsiniz. İlham Əliyev diktator, prezident Azərbaycan'a diktator, korrupsiyoner, prezident Azərbaycan'a korrupsiyoner, İlham Əliyev diktator, terörist, diktator Əliyev Azərbaycan. Xanım üçün maraqlı oldu, keçdi baxdı. Parlamentin üzvüdür, o xanımı tanıyıram mən. Səhv etmirəmsə, Portuqaliyanın nümayəndəsidir. Və buradan biz parlamentin üzvlərini gedirlər. Gəldi baxdı. Qız gəldi baxdı. Yəni saladan bura. Demək, Bəli, efiri bəyənin və paylaşın. Rəşad bəy, Bəli. çıxartmaqla qaç çıxarırsınız siz. Parlament üzvləri gedirlər və orada da var. Bir dəqiqə. Bəli, efiri bəyənin və paylaşın əzizlərim. Efiri bəyənin və paylaşın. Gördüyünüz kimi parlamentin üzvləri gəlirlər. Bir, iki gəlirlər. Parlament üzvlərinə biz öz, yəni canlı yayımız qurtarandan sonra içəri keçəcəyik və Avropa Parlament Assambleyasının vəkillərinə İlham Əliyevin diktator, İlham Əliyevin şərəfsiz bir qeyrət olmasını, Rus imperiyasını müdafiə etməsini və o cümlədən də baxın orada, Rəşad bəy baxın, kütlə, yəni bir topa. bəli, baxın parlament binasının qarşısındayıq. Parlament Assambleyası, görürsünüz mü? Yavaş. Biraz orada gəlirsə. Parlamentin, Avropa Şurası Parlament Assambleyasının deputatları və sədridir, prezidentidir və biz onlara deyirik ki, Prezident İlham Əliyev Azərbaycan'a diktator, korrupsiyoner, onlar, İlham Əliyev diktator, İlham Əliyev diktator, Prezident Azərbaycan'a diktator, korrupsiyoner, terörist, İlham Əliyev. Bəli, möhtəşəm Vidadi bəyin elə burada İlham Əliyevin terörist deməyi nəyə desəz dəyər. İlham Əliyev terörist, İlham Əliyev terörist, Prezident Azərbaycan'a İlham Əliyev terörist, korrupsiyoner. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı və Parlament Assambleyasının prezidentinin indi siz gedən gördünüz. Bax, o bir topanın içindədirlər indi. Yavaş-yavaş. Yeri gəlmişkən Vidadi bəy oradan Rusiyanın bayrağını çıxardıblar keçən dəfə. Bəli. İndi yaxından gedib onu da çəkəcəyik. Rusiyanın bayrağı, diktator ölkə Rusiyanın bayrağını çıxardıblar. Və Vidadi bəy bir zəhmət bunu. Gördüyünüz kimi əzizlərim, gəlmişik Vidadi bəylə parlament binasının qarşısındayıq və bura şərəfsiz Mehriban Əliyevanı gətirmişik. Təbii ki, vitse-prezident kimi diktator ailə, bir şərəfsiz pozğun ailə Azərbaycan xalqının sonuna çıxıbdır. Və bu şərəfsiz ailə getməyənə dək biz Azərbaycanın bütün vətəndaşlarının haqlarını tələb edəcəyik. Azərbaycanı bu pozğun ailə Paşabaycana çeviribdir. Bax bu əl meymunu baş prokuror Kamran Əliyev şərəfsiz. Dovşan kimi gizlənir, keçən dəfə də gəlmişdim bunu da. Baxın, bax bu Killer vilayət Eyvalov. Keçin belə deputatlar gəlir. Killer vilayət Eyvalov. Baxın, insanları dövsünlər, alsasınlar, başlarına eşəsinlər. Amma adı var ki, güya demokratik ölkədir. 7 arvada olan şərəfsiz Fuad Ələsgərov. Bax, Azərbaycan bu şərəfsizlərin əlində qalıb. Və təbii ki, Avropa Parlamentinə gələn millət vəkillərinə biz bunları çatdıracağıq. Və gördüyünüz kimi parlament binası. Gəlirlər, Rəşad bəy gəlirlər. Prezident Azərbaycan'a diktator. Prezident Azərbaycan'a Əliyev diktator. Prezident Azərbaycan'a diktator, korrupsiyoner.
Prezident İlham Aliyev Azərbaycana terörist İlham Aliyev. Bəli, şərəfsizləri yığıb gətirmişik, görürsünüz. Killer Vilayət Eyvazov bu dəqiqə Strasburgda binanın qarşısındadır gördüyünüz kimi. Və hamısını bir-bir bu şərəfsizləri, biqiriyyətləri, Əl-Meymunu Kənan Əliyev gördüyünüz kimi. Bu cındırlar 10 milyon Azərbaycan xalqının haqqını yiyirlər şərəfsizlər. Rəşad bəy, mən sizə hamısı demişəm, yenə deyirəm ki, Əl-Meymunu Kənan Əliyevdir, oradan deputatlar bizi görsün. Dedi buradan da gəlirlər. Prezident Azərbaycan'a İlham Aliyev terörist, korrupsiyoner. İlham Aliyev terörist, korrupsiyoner. Prezident Azərbaycan'a. The Russian President Putin faşist. Putin terörist. Ben özümde yani bildirirəm. Biz yani Rusya'dan kalkıdı. Prezident Putin faşist, terörist. Да здравствует Украина! Да здравствует Украина! Degaj Putin! Degaj İlham Aliyev! Ben size sizden sonra demiştim Eşref Bey, Kamran Aliyev'dir, mehribandır, mehri kuştur. Ne bileyim o var da rastgele var. Böyle bir insansa, yani bir İlham Aliyev'sa, İlham Aliyev'in böyle diyek, üzr istəyirəm, cinsiyyət orqanlarının ətraflarıdır. Kamran Əliyev kim olasıdır, haram oğraş olasıdır, vilayət kim olasıdır, haramınki olmasıdır. Əsas diktator İlham Əliyevdir və Azərbaycan xalqı diktatorun məhvətləridir. Biz normal sivil devlet kurulur. Prezident İlham Əliyev Azərbaycan'a diktator, terörist, Prezident Russian Putin faşist. Da здравствует Ura, Ukrayna! Və kim verilirsə, oradan demək, yəqin ki, bizə yaxınlaşmaq istəyirlər. Mühafizə xidməti də. Mühafizə xidmətidir, ola bizim ki, şeyimiz yox, onlar döndülər, amma parlament Assambleyasının üzvləri gəlir, gəlməkdə davam edir və biz o aksiyamızı davam edəcək, özü üçün, bir çıxan su üçün. Bəli, söz verdik, gəldik. Və bizim Azərbaycanın problemi bir dənə bax bu şərəfsiz, pozğun ailədir. Mehriban Əliyeva bu günləri Azərbaycanı Paşabaycana çevirib. Bu günləri Azərbaycanda bütün monopoliyalara, bütün şərəfsizlərə, fahişələrə nəzarət eləyən bax bu fahişə ailədir. Mehriban Əliyevadır. Bir dal boyub debil İlham Əliyevin boğazına sarılaraq Azərbaycanı məhvə aparır. Paşa evlər. O paşa evlərdir ki, Heydər Əliyevin zamanında atları hiç siyasında olmayıbdır. Və bu şərəfsiz və bunun əri, prezident, vitse-prezident bizim Azərbaycanımızın sərvətini talan edir. Və gördüyünüz kimi, yenə də Səməd Seyidov digərləri də arxa qapıdan keçəcəklər. Çünki bir dəfə də biz bura gəlmişdik, onlar arxa qapıdan keçmişdik. Cındır kimi, dovşan kimi İlham Əliyev də gizlənir, onun millət vəkilləri də gizlənir. Çox oğraş adamsan İlham Əliyevsən, çox şərəfsiz adamsan İlham Əliyevsən. Kişilikdə sənin payın yoxdur, sən götsən İlham Əliyev. Deyirsən mənə siqnal ver, gəlirik dalınca, nə özün çıxırsan, nə sənin millət vəkillərində cəsarət var qarşımıza çıxmağa. Ay oğraş İlham Əliyev, ay şərəfsiz İlham Əliyev. Azərbaycanı nə vəziyyətə çevirmisən? Deyirsən mənə siqnal verin, fahişələr kimi. Fahişə ailəsizsiz, hamınız. Cındır yığını cındır. Efiri bəyənin və paylaşın. Efiri paylaşın, düzü, səhər tezdən deyil, Azərbaycanda saat yəqin ki ona qalıb. Burada artıq saat 8-9-a qalıb. Ona 11-ə qalıb. Efiri bəyənin, paylaşın ki, qoya ham görsün. Biz bir neçə gündür yəni bu mitingə yəni aksiya hazırlaşırıq. Və aksiyanın da əsas məqsədi İlham Əliyevi biabır etməkdir Avropa Şurası Parlament Assambleyasında. Birazdan biz Avropa Şurası Parlament Assambleyasının demək binasına qəbul ediləcəyik və çalışacağıq ki parlament üzvləri ilə görüşək və
Bir daha onlara deyək ki, İlham Əliyev şərəfsizdir, teröristdir, qeyrəti olmayan bir adamdır. Əzizlərim, yenə də deyirəm. Və buradan deyirik. Qəhbə Səməd, çölə çıx! Qəhbə Səməd, çölə çıx! Qəhbə kimi gizləniblər. Cındırdılar bunlar. Millət vəkilləri də cındırdı. Nazirləri də cındırdı. Hamısı götfərən oğraşdı. Ancaq və ancaq Azərbaycanda at oynada bilirlər. Özünüzdə cəsarət tapırsınızsa çıxın qabağımıza. Avropanı sizə dar eləyəcəyik, şərəfsizlər. Avropanı İlham Əliyev sənə, millət vəkillər və Faşa ailə və İlham Əliyev Avropaya bir də gəlsən, sənin ananı ağlar qoyacaq. Bu da Brüssel deyil, ananı ağlar qoyacaq İlham Əliyev sənin. Sən şərəfsiz, sən beygiriyyət, bütün milləti, nəslimizi, ailəmizi, hər bir kəsi təhqir edirsən Azərbaycanda, hər bir Azərbaycanlı təhqir edirsən, hər bir millətin nümayəndəsini təhqir edirsən. Ancaq mən yenə də deyirəm ki, biz sənə imkan verməyəcək Avropada sənin hərəkətlərinə, sənin etdiyin qanunsuzluqlara biz imkan verməyəcəyik. Gizlənir onsuz da doğuşan kimi şərəfsiz. Sən yığmısan Azərbaycanda Vilayət Eyvazovun şeyindən sallanmısan, sən də mehriban da hara kimi gedəcəksiniz? Açıq-açığına sənə meydan oxuyuram İlham Əliyev. Sənə millət vəkilləri və dünənləri dedim ki, biz sabah Vidadi bəylə oradayıq və gəldik. Göndər adamlarımız şərəfsiz. Sən cındırsan İlham Əliyev. Sən dünyada ən şərəfsiz prezidentsən. Ay uğraş, adama da bu qədər söz deyil, hə? 11 milyon xalqın malını, mülkünü yiyirsən, sərvətini talan eləyir. Bir faşa ailə. Bəli. Bir faşa ailə. Reşat bəy, bir topa gənclər gəlir, onlar yandı ki... Onlar da gəlirlər, hə? Millət gəlir oradan. Ola bilsin ki, Parlament Asambleyasının sesiyasında onlar nəzarət etməyə gəldilər və burada... Millətdir, bəli, hamısı ora gedir. Hamısı millət vəkilləridir. Prezident Azərbaycan'a İlham Əliyev diktator, terörist, korrupsiyoner. Bəli, parlamentə gedən insanlar, baxın, sel axınıdır. Prezident Azərbaycan'a İlham Əliyev terörist, korrupsiyoner. Bu da millət vəkilləridir, şəxslərimiz, millət vəkilləridir. Prezident Azərbaycan'a İlham Əliyev terörist, diktator. Putin faşist, да здравствует Украина, да здравствует Азербайджан. Slava Ukrayni! Слава Украине, да здравствует Украина. Bəli, oradan Slava Ukrayni qışqırdılar, bəli. Və buradan da Slava Mehriban Əliyeva, birinci orospu. Azərbaycanı faşaxanıya çevirən Mehriban Əliyeva. Slava Mehriban Əliyeva. Öz ailələrindən başqa heç kimi bəyənməyən Mehriban Əliyeva Avropa Parlament binasının qarşısındadır. Bəli, Paşabaycana xoş gəlmisiniz. Şərəfsiz Paşayevlər. Slava Mehriban Əliyevu. Bilirəm. Mehriban Əliyev eşq olsun. Ya bilirəm, zaraf mırta deyirəm da. Slava Ukrayni deyəndə bu da deyirəm. Diktator aileye Mehriban Əliyevə eşq olsun. Şərəfsiz Mehriban Əliyevə 60 yaşım var. Özünü 20 yaşında qız kimi soxuşdurursan millətə. Prezident Россия, Putin faşist. Slava Ukrayni. Bəli, görürsünüz, parlament. Slava Ukrayni. Baxa-baxa gedirlər. Və çox üzr istəyirəm. Qəhbə Səməd, çölə çıx! Oğraş İlham, oğraşsan sən. Qəhbə Səməd, çölə çıx! Oy Səməd! Faşa daşıyan Səməd, çölə çıx! Yenə arxa qapıdan gediblər 100%, Səməd ki. Səməd yenə arxadan gedibdi.
Fahişə Səməd. Fahişə Səməd çölə çıx. Fahişə daşıyan Səməd çölə çıx. Cındırlar, hardasın? Çıxın da qabağımıza. İlham çıxmır, siz çıxmırsınız. Hamımız peysərsiz, hamımız. Olsun da. Yok. Azərbaycanlıdır, gəlsin qoşulsun bizə. Prezident Azerbaycan'a İlham Aliyev diktator, terörist, негодяй, овраж. Президент России Путин фашист. Да здравствует Украина! Слава Украине! Bəli, görürsünüz, yoxdular. Arxa qapıdan ancaq və ancaq doğuşan kimi keçirlər. Yok oradan fikir verin, oradan arkadan gelirler. O tərəfdən keçir. Keçirler o taraftan fikir verin. Çıkmırlar ve bu hanım çok... Fahişə Səməd çölə çıx. Mehriban Əliyevanı gətirmişəm. Mehriban Əliyeva, hanı millət vəkillərin? Hanı sənin qoçuların, hə? Hanı Avropada diliniz götünüzə girir. Amma Azərbaycanda kef edirsiniz. Azərbaycanda insanları qorxu altında saxlayırsınız. DTX belə getdi, Killer vilayət elə getdi, Əlin Ağayev elə getdi, şərəfsizlər. Президент Azerbaycan'a İlham Aliyev diktator, terörist, korrupsiyoner. Президент России Putin faşist. Слава Украине! Слава Азербайджану! Но Алиев диктатор, негодяй! Bəli, efiri bəyənin və paylaşın. İlham Əliyev necə doğuşan kimi Bruseldə gizləndisə, baxın, Aşbanın qarşısına gəlmişik, xəbərdarlıq etmişdik ki, Vidadi bəylə burada olacaq. Fahişə daşıyan Səməd gizləndi. Yanında gələn o yaltaq, məttaq millət vəkilləri gizləndi. Və bura Azərbaycanın birinci xanımı yox, Azərbaycanın tərbiyəsiz xanımını gətirmişik. Özünüzdə Birinci tərbiyəsiz. Birinci fahişə, baxın. Baxın bu xanda. Azərbaycanın Killeri, vilayət Eyvazov, hansı ki Azərbaycanda Azərbaycanlılara zülüm edirlər. Milləti bəlli olmayanlar. Baxın, bu şərəfsiz əl meymunu baş prokuror Kamran Əliyev. Şəxsən bunun qəbulunda olmuşam. Çox zındır, biqidiyyət, oğraş adamdır. Baxın, 7 arvada olan Fuad Ələsgərov, hansı ki polisə, korrupsiya idarəsinə, hərbi prokurorluğa nəzarət edir, oğraşın biridir. Azərbaycanda bütün oğraşlığın başında Fuad Ələsgərov dayanır. İlham Əliyev dayanır. Fahişə Mehriban dayanır. Və Avropanı sizə dar eləyəcəyik. Növbəti dəfə Bruselə gəldiyində İlham Əliyev sənə ot tutun. Neçə də asambleyanın üzvləri gəlir. Bəli, belə dərmət. İlham Əliyev diktator. Prezident Azerbaycan'a. İlham Əliyev diktator. Putin diktator. Slava Ukrayine. Fahişə Səməd çölə çıx! Fahişə Səməd çölə çıx! Dındırlar! Əzizlərim, yəni biz elə bilməyin ki, biz yarım saat, bir saat aksi edirik ki, Parlament Asambleyasının üzvlərinin bir çoxları, yəni xüsusən Rusiyanın və Azərbaycanın parlament üzvləri daxil olmadılar, arka qapıdan girdilər. Amma bütün bunlara baxmayaraq biz deyirik, bu xanım da parlament asambleyasını üzvü tanıyıram və buradan bir daha qışqıram. Prezident Azerbaycan'a İlham Aliyev diktator, korrupsiyoner, terörist. Bəli, özlərində cəsarət tapıb çıxmırlar qarşımıza. Fahişə daşıyan Səməd yoxdur, digərləri yoxdur, arxa qapıdan girirlər və təbii ki, onlar burada olmasa da, onların xasanası buradadır. Xanım, mafioska, samazvanka, şərəfsiz Mehriban Əliyeva, ləzzət eləyir sənə. Mehriban Əliyevanı gətirmişəm parlament binasının qarşısına.
Çünki bir cındır ailə, Əliyevlər və Paşayevlər 11 milyon Azərbaycan xalqını doluyublar. Azərbaycanda rüşvətxorluq, korrupsiya, monopoliya, bir cındır ailənin xoşbəxtliyinə görə 11 milyon Azərbaycan vətəndaşı əziyyət çəkir. Və İlham Əliyev, tüpürüm sənin qeyrətvə, İlham Əliyev, tüpürüm sənin namusu və şərəfsiz. Bax İlham Əliyev, bax, baba bu sənin arvadındır, gətirmişəm. Təbii ki, arvadın kimi yox, vitse-prezident kimi. Sənin axranaların, sənin prezident aparatında işləyənlərə göstərirəm bunu. Bax bunu, deyirlər xanımla işin olmasın. Bax bu sizin xanım, bu da mənim barmağım. Çünki Azərbaycandan da dilimi çıxır. Özünüz də cəsarət tapıb qarşımıza çıxmadınız. Çağırardım buna killerlər, idmançılar. Mən dünənləri də dedim. 3 gündür deyirəm ki, Vidadi bəylə burada olacağım. Sən də cındırsan İlham Əliyev. Sənin millət vəkillərin də cındırdı. Bax, bax birinci xanım deyirsin. Baxın, bu da sizin birinci xanımdır. Ən cındır, ən fahişə ailənin başçısıdır. Paşayevlər zülüm edir Azərbaycan xanımına. Güya bu Bakılıdır, Samazvanist, farkdır bu, fark. Bu Bakılı olsaydı bugün Bakılılar Bakıda kef eləyərlər. Cındır Naxçıvan klanı, Ermənistan klanı, Qarabağ klanı. Şərəfsizlər, rədd olun, çıxın gedin məmləkətimizə də. Yığmışsınız Azərbaycanı boğaza. Qarabağsan Naxçıvanlı icra başçısı, Naxçıvanlı polis rəisi, Ermənistanlı polis rəisi. Fahişə yığını fahişə. Axırımıza az qalır. Azərbaycan xalqı sizin dərinizi boğazınızdan çıxardacaq. Və buradan səslənirəm. Göç vilayət Eyvazov. Aparıb adamları uğrayıb başına eşətdirirsən. Cındır, gəl indi burada mənim cavabımı ver. Şərəfsiz vilayət Eyvazov. Şərəfsiz Əl-Meymunu baş prokuroru Kamran Əliyev. Şərəfsiz Fuad Ərəskərov. Bu şərəfsizliklərə də başçılıq edir. Təbii ki, şərəfsiz Mehriban Əliyevadır. Şərəfsizlər. 5 dəqiqə qalıb gidiyor ola. Sən get, mən gəlim. Lazımda bax. Avropa Şurası Parlament Asambleyasının qarşısına gəlirik. Sözsüz ki, artıq Axlaniyə xəbər vermişlər. Baxırsınız, yəni Rusiyanın bayrağı yoxdur və biz çalışacağıq. Sözsüz ki, çəkiliş icazə vermirlər. Ancaq buna baxmayaraq biz biz buna baxmayaraq, yəni çağırışlar edirik. Polislər. Beksiniz. No problem. Prezident Aliyev diktator, korrupsiyoner. Merci, merci. Polislər xahiş edirik ki, şuranın qabağına getməyək. Sözsüz biz qanuna tabi olan bir adamlarıq. Artıq demək Azərbaycan delegasiyası Prezident Azərbaycanı diktator, Prezident Rusiya faşist Putin. Slava Ukrayna. Bəli, görürsünüz, polislər gəldi və polislər burada Azərbaycanda olduğundan fərqli olaraq bizim əsasimizi qoruyurlar. Polislər, bax 2 maşın polis gəldilər, görürsünüz arxamda. Və əsası qoruyurlar. Buradan isə şərəfsiz Mehriban Əliyevanın fahişə daşıyan Səməd Seyidovuna bir daha səslənirəm. Fahişə Səməd, çölə çıx da. Fahişə Səməd, çıx bayra. Sən axı millət vəkilisən. Çıx bayra fahişə Səməd. Nerede? O millət vəkilidir o. O fahişə vəkilidir, fahişələrin vəkilidir. Dey bunun vəkilidir. Çıxın da bayra. Özünüzdə cəsarət tapın. Çıxın qarşımıza. İlham Əliyev, demişəm, yenə də deyirəm. 2 dəfə Brüsselə gəldin, doğuşan kimi gizləndin. 3-cü dəfə bütün mətbuatla bütün Azərbaycanlılara səslənəcəyik. Və 3-cü dəfə İlham Əliyev, ya gərək sən otelin yerində işəsən, ya da gəlib sənin otelindən pastel qarışıq aparacaq.
necə ki yasamalda polislər gəlib, arvadın yanından kişisini aparan kimi İlham Əliyev gəlib səni otelindən pastel qarışıq çıxardacaq bayıra. Petuqsan sən İlham Əliyev. Sən cındırsan İlham Əliyev. Sən heç kimsən, tvarsan İlham Əliyev. Sən ancaq bilirsən kimsən, Azərbaycanda xoruzlana bilərsən. Nə sənin cəsarətin, nə də sənin millət vəkillərinin cəsarəti yoxdur ki, Avropada bizlərin qabağına çıxsın. Avropanı sənə millət vəkillərinə dar eləyəcəyik. Şakal İlham Əliyev. Gətirmişik vitse-prezidenti bunu. Çox maraqlı bir diskusiya apardım polislərlə. Mən dedim, axı bir nəfər var, ikinci polis nədir? Deyir ki, bəs Avropa Şurasının Parlament Assambleyasından qorucular zəng elədi ki, aksiya var. Burada iki nəfər çox ciddi aksiya aparırlar. Ona görə də ikinci polis maşını gəlib. Yəni, çünki mən addımlayırdım artıq Parlament Assambleyasının içəri girməyə. Yəqin ki, məlumat veriblər ki, içəri keçmək istəyirlər, içəridə aksiya etmək istəyirlər. Qanunvericiliyə görə olmaz, içəridə veriliş aparmaq olmaz, amma eybi yoxdur. Buradan da polislərini salamlayıram və mən çox maraqlıdır ki, polisə deyəndə ki, Prezident İlham Əliyev diktator, terörist maşinlə belirlədi. Fransız dilində huy, yəni Vivivic. Bu çox maraqlı bir söhbət alındı. Fahişə Səməd, çölə çıx! Ola, Fahişə Səməd. Çıx bayıra da qaqaş. Səməd. Ola, kişiliyin olsun da Səməd, çıx bayıra da. Ola, 400-500 kilometre yol sürmüşəm. 1000 kilometrə yaxın yol sürüb gəlmişəm bura. Çıx bayıra da Səməd. Prezident Azərbaycana İlham Əliyev diktator. Prezident Azərbaycana İlham Əliyev terörist. Prezident Rusiya Putin faşist. Putin faşist. Slava Ukrayna. Geroyam slava. Bəli, görürsünüz. Yenə deyilən bir dənə düzdür. Kızlara da Prezident Rusiya Putin faşist. Faşist. Prezident Rusiya. Bazıları da kulak aslında Rusiya. Faşist. Prezident İlham Əliyev terörist. Prezident İlham Əliyev terörist. Korrupsiyoner. Koşasının demek mətbuat izləyiciləridir. Siz gördünüz ki, Ukrayna mətbuatına gəlmişsiniz. Bəyənin, paylaşın əzizlərim. Bəyənin, baxış sayımız artsın. Və uzun yol qət eləyib gəlmişik. Parlament binasının qarşısındayıq. Gələnlər görürsünüz. Slava Ukrayna deyəndə deyirlər Geroyam Slava. Yəni Ukrayna xalqı sözün əsl mənasında tarix yazır. İnşallah tezliklə Azərbaycan vətəndaşları da qalxıb ayağa diktator, şərəfsiz İlham Əliyevi və şərəfsiz Mehriban Əliyevanı iti qovan kimi qovacaq və Azərbaycanda da demokratiya yaralanacaq. Bəli, Slava Azərbaycanu deyəndə Slava Geroyam deyəcək. Azərbaycanın da qəhrəman oğlanları var. Slava Ukrayna! Smert Putinu! Smert faşistu Putinu! Prezident Rusiya Putin faşist! Slava Ukrayna! Slava Ukrayna! Prezident Azərbaycana İlham Əliyev diktator! Fahişə Səməd, çölə çıx! Fahişə Səməd, çölə çıx! Bu Fahişə Səməd niyə gizlənib yenə? Keçən dəfə də gizlənmişdi. Fahişə Səməd, çölə çıx! Prezident Azərbaycana İlham Əliyev diktator, terörist. Prezident Rusiya Putin faşist, diktator. Slava Ukrayna! Çox təəssüflər olsun ki, biz 3 gündür, 4 gündür bəyan edirik ki, Fransada olacaq. Oğraş İlham Əliyev, hanı sən o reketlərin, hanı sən o belə deyək də şeydir, adam yiyənlərin. Var yoxuna nəhlət maşının altına qoyub, Mehribanı, səni, onların hamısını məhv edərik biz. Səni də məhv edəcək İlham Əliyev. Sən diktatorsan, sən bir şərəfsən, sən qeyrətsizsən, sən namussuzsan.
Azərbaycan xalqının, 12 milyon Azərbaycan xalqının haqqını yiyirsən. Və buradan Azərbaycana səslənirəm. Ölüncən biz savaş aparacağıq Heydərizmlə. Onu məhv edəcəyik, onu siyasətdən silib atacağıq. Onu bir insan kimi məhv edəcəyik biz. Şərəfsiz İlham Əliyev, sən dovşansan. Sən ancaq, sən də Mehriban Əliyevada, ancaq və ancaq Azərbaycanda Vilayət Eyvazovun şeyindən sallanaraq polis arxasında gizlənirsən. Özündə kişilik, mənlik olsa İlham Əliyev, çıxardın qarşımıza. Sənin millət vəkillərin də sənin kimi şərəfsizdir. Sən də şərəfsizsən. Vilayət Eyvazovunda, Əli Nağıyevində hamımız cındırsın, hamımız oğraşdır. Çünki insanları qorxu içərisində saxlayırsınız. Mən dünən dedim, biz ölümün gözünə dik baxırıq və sənə xəbərdarlıq elədim. Çağır killerlərimi, çağır idmançılarımı, kimi göndərirsən Çağır göndər. anaların ağlar qoyaq burada oğraş. Çağır anaların ağlar qoyaq Avropada. Biz heç kəsdən qorxmuruq, biz heç kəsdən çəkinmirik. Biz Azərbaycan bayrağına, bu Azərbaycanın üstəşli bayrağı və bizim kəfənimiz olsun. Biz azadlıq uğrunda vuruşacağıq, biz azadlıq uğrunda döyüşəcəyik. Biz Azərbaycanda demokratik, sivil bir qayda dövlət quracağıq. Amma İlham Əliyev, sənin nə atanın, nə özünün, nə var yoxunun heç birinin meydi də Azərbaycanda qalmayacaqdır. Yığmısan İlham Əliyev özün kimi fahişələri başıva, oğraşları başıva, millət vəkilləridir, onlar hamısı sənin vəkillərindir. Onlar hamısı şərəfsiz Mehriban Əliyev'in vəkilləridir. Ağızlarına su alıb oturublar. Qiymətlər günü gündən qalxır Azərbaycanda. Allahın suyunu belə yezidlər Azərbaycan vətəndaşına pulu ilə satır. Şəhid ailələrinə hörmətsizlik, qazilərə hörmətsizlik, bir cındır ailənin xoşbəxtliyinə görə 10 milyon xalq əziyyət çəkir. Fahişəsən sən İlham Əliyev. Sən şərəfsizsən İlham Əliyev. Sən oğraşsan İlham Əliyev. Sənin kişiliyin yoxdur, namusun, qeyrətin yoxdur. Dünyanın heç bir prezidentini bu qədər təhqir eləmirlər. Sən vurursan peysərə vurursan və hər gün, bir gündə 300 milyon, 400 milyon pulumuzu oğruyursan. Biqiryətsən, oğraşsan, nakişisən. Sənin nazirlərin də nakişidir, millət vəkillərin də. Hamımız fahişəsiz. Fahişə yığını fahişə. Bəli, baxın, parlamentə yenə də gəlirlər millət vəkilləri. Şərəfsiz. Gözləyirəm. Azərbaycana İlham Əliyev diktator. Bəli, baxın. Korrupsioner, faşist İlham Əliyev prezident Azərbaycana. Baxın. Şərəfsizləri baxın, parlament binasının qarşısında baxın, şərəfsiz ailənin plakatını asmışam. Düz parlament binasının qarşısında da baxın. İnsanlar gələnlər yolun kənarında. Bax, bu cındır ailəni görürlər. Bax, bu diktator. Bax. Kırırsa İlham Əliyev. Kırırsa İlham Əliyev. Şərəfsizlər. Bax. Cındır Arif Paşayev. 88 yaşı var, maşennik. Bax, bu vəziyyətdə İlham Əliyev. Ləzzət eləyirsə sənə, mənə də ləzzət eləyir. Sənə Avropa dar eləyəcəyik. Oğraş, biqiriyyət, diktator. Bax, bu vəziyyətdə, bax, düz parlament binasının qarşısında şərəfsizlərin... Azərbaycana İlham Əliyev diktator. Bəli, görürsünüz. Problem yox, gələcək, həll edəcək məsələni. Bəli, şərəfsiz Mehriban Əliyeva. Efiri bəyənin və paylaşın. Paylaşın, əzizlərim. Bəyənin və paylaşın. Hal-hazırda polislər bizə yaxınlaşır. Birazdan canlı yayımı davam eləyəcəyik. Bir dəqiqə.